arkamız Casio olsun yoxsa Citizen olsun. Bu arada biz Casio'nun distribütörü. Salam, hər vaxtınız xeyir. Bugün artıq tədbirin 3-cü günüdür və bu bizim sonuncu videomuzdur. Təəssüflər olsun ki, bundan qabaqki ikinci videoya baxmışsa, orada çəkib saat danışmışıq, markalar falan filan. Bu səfər istəyirik bir mövzu olsun qruplar, saat qrupları əlbəttə ki, bir də ki servis. Bir də ki, gələcək servis hissələrini daha detallı formada danışaq, getdik. Citizen'i boş keçəcəm, Citizen qrupu. Çünki Citizen qrupu haqqında yetər qədər danışmışam ikinci videoda və bəsdir. Gələk oradan Casio'nun yanından fırlanaq keçək. Bəs tez-tez gəl. Casio'dan da danışmışıq, belə üstündən keçmişik. Düzdür, saytda yazılmışdı ki, MRC kolleksiyasından yeni model göstərəcəklər. Citizen seçmək xarib. MRC kolleksiyasından bir model göstərəcəklər. İndi o modelin şəklini yerləşdirəcəm buralara harca. O modeli burada göstərmədilər. Biz yaxınlaşdıq, xahiş elədik ki, biz Casio'nun distribütörü falan filan. Orada Üngül var bir dənə görüşlü elədik. O modeli bizə göstərdilər. O modelin şəklinin videosunu qıraqda bir yerə yerləşdirəcəm. Instagramdakı videomuzda da Leyla onun haqqında məncə danışıb. Burada ən çox maraq göstərilən saat qruplarından biri. Haradasan? Saat qruplarından biri Festina qrup oldu. Bilmirəm niyə. Gördüyünüz kimi içəri bildiyin, yəni belə şeydir. İçəridə adam axını var. Festina qrupun tərkibində olan brendlər Festina, Lotus, Lotus Style, Lotus Silver, Calypso, Festina Swissmade, Jaguar Swissmade, Candino Swissvolt, Perelet, Festina Sprite, Swiss belə bir şey. Festina qrupun daxilindəki olan markalar budur. Orada bir iki dənə model gördüm. İndi sizə hansı modelləri göstərəcəm ki, məsələn, bu bombadır, bu modeli taxıram, hansını ki, daha taxmaram. Gələ içəri. Yorulmursan belə? Gəl içəri. Burada full connect var. Bu böyük ehtimal ki, böyük ehtimal denilmiş elə. Bu Lotus Smart Time olandı. Burada ancaq smart saatlardır. Smart saatlar bizim üçün çox da belə də. Bax, mənim ən böyük dərdlərimdən biri budur. Məsələn, gəlib belə saatlar ala bilərsiniz də. Qiymət məsələsində neçədir? 46 euro, 49 euro, 50 euro bu civardadır. Ala bilərsiniz. Niyə gedib klasik saatlara alırsınız? Məsələn, sual buradadır. Məsələn, bu model çox qəşəngdir. Gəlib, məsələn, klasik Cartier aldığınızı 66 euro əldə eləyə bilərsiniz. Məsələn, bunlar çox qəşəngdir. Mənim kvadrat saatlara olan sevgimdən bilirsiniz ki, bu saatları görəndə özümü... Məsələn, qəşəng modellərdir. Ondan əlavə burada başqa ümumiyyətlə bu Lotus olan çox qəşəng dizaynlar var. Orada Jaguar çox aşağıdır. Orada Jaguar Swiss var, hansı ki Swiss made sayılır. Yıxılmışdım. Bu sərgidə biraz şey kimi də, öyle biraz alvericidir. Məsələn, Watch & Wonders sərgisinə gələcək, oraya daha belə şeydir, daha ağır təbiətlidir. Bura amma Jaguar Swiss Made Limited Edition 599 euro. Yəni limitli olduğu nəzərə alsaq, yanında kəmər verirlər, yanında alət verirlər. Bu isə ki, şeydir, Swiss markasıdır, məncə dəyər. Yəni ki, 2000'ə falan Patek Philippe'in orijinal olmayanını alasınızsa, bizim yaralı yerimiz ümumiyyətlə bu fake saat satanlar və fake saat alanlardır. Hə, nə oldu? Nə oldu? Heç mi? Dayandırdın, təzdən başladın, hə? Yox, başlamamışam. Opçu başlamamısan, hə? Yox, zarafat gedir. Harada kimi gedir, qardaşımsan? Başlanğıcdan bura kimi çəkmirsən? Baxım yoxsa çəkmirsən? Hə, bax. Festina'da gördüyünüz kimi biraz şeydir, dəlixanaydı. Oradan çıxdıq. Burada məsələn bir dənə marka var, dünən Üngül var, üstündən keçdim. Adı G-Star'dır, logosundan gördüyünüz kimi. Nəyə oxşuyur bu? Nəyə oxşuyur? Görən hardan ilhamlanıblar? Bu G, xət, Star çox maraqlıdır. Qeyd eləyərsiniz. Amma pis modellər yoxdur. Dizaynları biraz oktagon dizaynları, yenə mənə nələrsə xatırladır bunlar. Amma nəsə danışmaq istəmirəm bu haqqda çox da. Sarı? Hə?
Zaman gərək biz çəkmi. Burada cəmaat olur. Ha, okey. Qaldır yuxarı. Xalit deyir ki, buranı çəkməyə birdən şey olar. Dizdə otururlar, sanki düzənmərdə iş görürmüşlər kimi. Neysə. Getdik qabağa. Mate, Sotsistmate, bunu yəqin ki, Azərbaycanda görmüşsünüz, Azərbaycanda satılır. Qəşəngdir. Yəni, pis deyil. Yəni, individual modellərə göz ataq. Skeleton modelləri çox qəşəngdir. Qablaşdırması zaten, yəni adamlar bu işi bacarır. Bunda həm saat kimi, həm də soyuqsular kimi istifadə edə bilirsiniz. Yox, gözün nə boydudur? O boyda saat var. Hə, bu gördüyünüz isə ümumi Fossil qrupun stendidir. Burada bizdə var Emporia Armani, Armani Exchange, Fossilin özü, Diesel, Michael Kors. İndi gedək bir-bir onlarla tanış olaq. Bu Emporia Armani olan hissəsidir. Çox gözəl modeldir. Bu da nəyəsə oxşuyur, demək istəmirəm nəyə oxşuyur. Amma qəşəng modeldir. Çox qəşəng ilhamlanıblar və Nəyə oxşuyur? nəyə oxşuyur? Cartier. Nəyə oxşuyur? Deməyim, mənə dedirtdin Xalit sən bunu. Hə, gəl bu tərəfə. Mən deyirəm ki, deməyim, Xalit mənə məcbur edir. Mən bura belə düşünmürəm, buram zat kəsilmir. Normaldır, hə, sən getdin. Amma üstünə çəkmişəm, hə? Burada gördüyünüz kimi çox qəşəng dadı bəyəndim. Burada Amalis var. Amalis haqqında dünən də paylaşım eləmişdik. Çoxlu çəkmə. Orada çünki bəzi modellər var ki, onlar görsənməlidir. Onları ancaq gəlib burada real görməliləri üçün istehsal olunub. Amma böyük ehtimal onları biz əlbəttə ki, gətirəcəyik Azərbaycandan, satışını təşkil edəcəyik. Biraz gözləyin, gözləməyinizə dəyəcək 100% deyirəm. Formada Michael Kors saatlarını da əldə edə bilərsiniz. Michael Kors saatları da bizdə var. Həm belə deyərdim, qiymət baxımından çox yaxşıdır, həm də dizayn baxımından əla seçimləri var. Bu da Diesel. Diesel həmişə kimi çox belə qabarıq, futuristik modellərindən modelləri var. Düşür modellər orada yaxşı. O belə futuristik, var qabarıq. Bizə ən çox verilən suallardan biri. Saat biraz balacadır zaten. Allah. Var. Səhər böyük saat. Buna var bir dənə. Əlimdir, yəni əlimin yanında təxminən nə boydadır. Amma yəni bəyənənlər də var. Yetərin qədər alıcısı da var, həm Azərbaycanda, həm qlobalda. Dizelin ən xoşladığım tərəflərindən biri odur ki, özünü qoruyub saxlayır da. Məsələn, dizel üçün çox da maraqlı deyil. Bu il hansı trend oldu, bu il nə bilim nə oldu. Adamların öz dizaynları var, öz tərzləri var. Biz də dəstəkləyirik bunu. Ona görə problem yoxdur. Sağ ol. Ha. Bu bizə başqa bir ölkənin belə deyək, distributor zadı. Ha. Dizelin nəsə ki, bu xəsəti yaxşıdır. Getdik. Burada dünənki videoda mən çəkmişdim. Şey var idi. Rəssam çəkirdi bunu, artıq çəkdi. Bu birinci gün çəkdiyi şəkildir. Gəl bu tərəfə. Bu ikinci gün çəkdiyi şəkildir. O birinci, ikinci günə baxmışsa çox qəşəngdir. Yəni çox superdir. Bu gün deyəsən şey eləmir. Bu gün üzə deyib ki, bəs də iki gün sizin üçün rəsm əsərləri yaradıram. Bu gün çəkmir. Görüş GG Martin şey oxşadı. Game of Thrones yazarına oxşadı, arxamızda bir dənə oğlan var. Hə. Fossil həmişə kimi yenə dizaynlarından çox qəşəng fərqlənir. Yəni modellərin gözəlliyindən var. Çox qəşəng modeldir. O biri şeydə də demişdik, videoda da demişdik. Fossil həmişə öz stendinə, ümumiyyətlə Fossilin qablaşdırması çox qəşəngdir. Çox belə vintage tərzində qablaşdırmalar var. Hətta kolleksionerlər var ki, onların qablaşdırmalarını yığırlar. Ona görə də stendində bu formada elə bilirsən ki, 70-ci, 80-ci illərdə miş kimi hiss edirsən. Bu da başqa məsələsi. Bu da dizayn arqişədir, danış dizayn. İstəyirsən ona da göz gəzdirək. Bunlar böyük ehtimal ki, bir qrupdular. Elə bir qaqaş seçim. Qəşəngdir, amma şey deyil. Məsələn, Amaris də şeydir də, yeni brenddir. Təzə yeni inkişaf eləmiş brend. Amma Amaris fərqlənir o birilərdən. Amma bunlara baxanda şey eləmirsən, yəni fərq hiss eləmirsən. Yenə ağzının içinə girdim.
Victorinox markası düzdür. Bayaq dediyim kimi Victorinox deyəndə saat yox, daha çox bıçaq ağla gəlir. İndi o bıçağını burada olsa sizə göstərəcəm. Çox qəşəngdir. Dizaynları superdir. Bir dənə nüans var, qiyməti. Bir dənə yaxından sən ver mənə, sən şeylə. Və məsələn belə qəşəng saatları var. Amma yəni 1595 evro. Bu da eləyir hardasa 3200 manat civarında. Bu qiymətdə dəyərmi? O sual altındadır. Amma saatların dizaynı olsun, konsept olsun çox qəşəngdir. Yəni ən azından mən çox bəyəndim. Fransız şey dediyimiz budur. Victorinox deyəndə ilk ağla gələn budur. Al. Victorinox haqqında da bu qədər. Sizə o başda bir iki dənə də qrup olmalıdır. Oralardan da danışaq biraz, sonra keçək servis tərəfinə. Çox qəşəngdir. Hətta burada yəni bu qab belə al, apar qoy evində bir qəşəng yerinə. Hətta onları falan basırız. Mexanik saatlarınızı və altında da başqa aksesuarlarınızı da yerləşdirə bilərsiniz. Gəl. Burada bir iki dənə fransız markası var. Hansı ki o debatımızdan da yəqin ki yadınızdadır ki, fransızlar daha belə saat işinin dərinliklərində olur. Bunlar yox, bunları çox da bəyənmirəm. Yəni bilmirəm, bu şey oxşur. Temudan sifariş edilən saatlar oxşur. Xahiş edirəm marketlərdə belə saatlar taxmayın. Gəl. Çəkmə insanlar ilhamlanıb belə saatlar almasınlar. Ayağını çəkir, naran çəkir. Bax bu marka. Görürəm. Ya bu modellərin gözəlliyinə bax. Belə ola bilər yaxınızda. Çox gözəl modellərdir. Yəni bunu belə. Ha, səncə Xalid? Belədir. Xalid çox da bəyənmədim. Amma yəni mən çox bəyəndim. Bu modellərdə gəl. Ha, qabaqda görsən saat var orada. Saat belə deyərdim, böyüməkdə olan, çox yaxşı inkişaf edən bir saat qrupudur. İçində var Vader, US Polo, sonra nə var içində? Roche-Montre oxunur. Roche-Montre belə də oxunmuş ola bilər. Roche-Montre var. Jacques Flip bir də. O ikisi Swiss. Bir də burada şey var, Vostok Evrop var. Vostok Evropu çox adam şeylə salır. Nədir? Rusiya markası olan Vostokla da. Bununla onun məncə yaxından uzaqdan əlaqəsi yoxdur. Çünki həm dizaynlarından da hiss olunur əlaqəsi olmadığı. Həm də belə mən bildiyim qədərilə əlaqəsi yoxdur, amma sizdə hər hansısa bir məlumat varsa ki, əlaqəsi var, onu da bizdən bölüşsəz sizə şad olarıq. Çünki o Rusiya kökənlidir, bu Litvaniya kökənlidir. Məncə keçək o biri sərgiyə. O biri sərgidə şey var. Movada Group. Bir dənə var idi. Movada Group var idi orada. Getdik ikinci zala. İkinci zalda çox belə zinət etdi. Əslində o biri videolara baxanda bilir burada nə var, nə yox, hamısını çünki çəkmişik. Bu zalda belə deyək də, tək saatlar yox, saat, zərgərlik aksesuarları, bijuteriya zat belə qarışıqdır biraz. Amma burada iki dənə saat qrupu var, onları seçmək istədik ki. Burada bizi saxlayın, soruşsalar, onlara əsas no deyib aradan şey eləyirik. Burada da bizə əgər saxlasalar ki, əlimizdə kamera zat var, inanmıram saxlasınlar. Amma ki, ola bilər. Burada bizi kamera tutar. Çünki biz 2 gündür bura girəndə biz radara düşürük. Orada bir saatlarla sorğu, sual, həm tədbir necə gedir. Bura bir dənə ətrafda gördüyünüz kimi daha belə aksesuar, necə deyərdim, bijuteriyalar. Amma maraqlı ki, məsələn, buradakı bijuteriyaların satış qiymətləri hardasa 100 evro, 200 evro belədir. Azərbaycanda amma bijuteriyaların qiyməti çox aşağıdır. Çünki Azərbaycanda əl işi bijuteriyalar çox azdır. Gələndə Çin və Türkiyə bazarından gəlir. Amma burada yerli və əl işləri olan bijuteriyalar deyə qiymətləri daha bahadır. Azərbaycanda işləyərmi bu tip bijuteriya? Bilmirəm. Bəli, qarşınızda Movada Group, Tommy Hilfiger, Boss, Lacoste, Hugo, Calvin Klein, Coach
bütün markalar bir yerdə nəyi yaradır? Movado qrupu yaradır. Orada isə bizim hamımızın sevimlisi Jacquemus markası yerləşir. Jacquemus'da dünən çəkmişdik də məncə. O qədər yorğunçuluqdur, bilmirəm. Dünən çəkmişdik, Jacquemus detallı çəkmişdik hə. Bəs qalın bu arada. Diamond çəkdik, hə çəkdik sonradan. Əlavə elədik. Hə. Getdik Movado qrupa. Movado qrupun tərkibindəki brendlər tək saat yox, belə deyim də, fərqli aksesuarlar da. Məsələn, yaxından bir baxsaz. Daha sportiv, daha sadə modellərdir. Belə fırına. Come on Xalid. Ayda heç nə o. Lacoste-un yəni bu vitrini şeydə nə deyirəm. Özü bir dənə mağaza kimi bir şey deyirəm. Çox qəşəng görsən. Maraqlı markadır. Yəni belə gündəlik şey eləmək üçün, taxmaq üçün falan dəyər, amma məsələn hər hansı bir başqa bir dərindən saatçılığı çox səs-küy var burada bir dənə. Hansısa dərindən bir ata-babadan da belə deyim, saatçılıqla məşğul olan bir saat markasının saatlarını əldə etsəz və ya onu Lacoste-la müqayisə eləsəz, əlbəttə deyərəm ki, gedin onu alın. Çünki bir var saatçı markalar, bir var hər hansı bir fashion markanın sadəcə brendinin adının lisenziyasını alıb onun saatlarını istehsal etmək tamam başqa bir biznesdir. Calvin Klein yəni yüngülləri götürüb ağzımı demədim, Calvin Klein dedim. Söyləyəcəm. Tommy hardaydı? Tommy qaçdı. Ha, Tommy buradan. Çox qəşəng modellər var. Hətta deyərdim Movado qrupun daxilindəki mənim yəni bu şəxsi fikrimdə Movado qrupun daxilindəki ən qəşəng saatlar Tommy'dədir məncə. Bir də Lacoste, sonra Boss falan. Bəlkə qəşəngdirlər, bizim zövqümüzdə deyirlər. Bu tamamilə zövq məsələsidir. Bir də sizə burada bir dənə şey göstərəcəm. Maserati saatlar. Qətiyyən almayın. Qətiyyən almayın, pulunuzu çöp at. Maşının ara, saat ara. Bu yəni bilinir ki, o Maserati yəni heç bir dəxli yoxdur. Sadəcə dediyim kimi şirkətin adını alıb, lisenziyasını alıb və onu istehsal etməyə başladı. How is Enterprise soruşardıq, amma başlar qarşı. Gidiyor tərəf baxın. Ha, polis var burada bir də. Bu nə qrupdur? Elis. Elis qrup. Bunun tərkibindəki olan markalar bir Wissings belə oxunur, səhv eləmirəmsə. Bu markadır, bir də polis markasıdır və orada Swiss Military Hanover da var. Swiss Military Hanover var, bu da Azərbaycanda səhv eləmirəmsə var. Özünə özgü dizaynı varmı desəm, bilmirəm, arada qalaram. Çünki bu biraz qəliz mövzudur. Amma bəzi modelləri fərqli modellərdir, amma hər ehtimala qarşı. Məsələn, bunlar case yəqin sizə tanış gəlir. Amma içinin siferblatında bəzi dəyişikliklər eləyiblər. Yəni pis marka deyil. Yəni yenə ceb 4-5 min xərcləyib orijinal olmayan bir saat almaqdansa Swiss Military Hanover yaxşı seçimdir. Hansı? Göy. Bu göy? Xalid bəyəndi göy. Qəşəng. Götürəsən? Mən bilirsiniz ki, Batman fanıyam. Amma bu saat yeganə Batman-lə olan kollaborasiyadır ki, mən bəyənmirəm. Həm saat xoşlayıram, həm Batman xoşlayıram, amma ikisi bir araya gəlib burada, amma onu xoşlamıram. Yəni göstərəcəm sizə. Göstərə bilmədik, orada növbədir. Bir də şəkildə şimdi bu 2 saat şəkildə çox qəşəng düşüb. Amma realda belə qəşəng deyil. Realda qəşəng düşmür deyəndə mən belə başa düşdüm ki, bu şəkildəkilər o vitrindəki saat deyil. Biz də getdik onda o bir tərəfə. Onları niyə çəkirsən? Onları çəkmə. Niyə? Nə yenilikdir onu?
Apple Watch oxşur. Apple Watch oxşur. Dinlə desən ki, Apple Watch oxşur və desən ki, bu yenilikdir. Bir şey nəyəsə oxşursa bu yenilik deyil. Burası dediyimiz kimi daha belə texnologiya, qablaşdırma, bunları ümumi bir araya gəldiyi bir sərgili səsdir. Gəbdən yaxınlaşaq. Məsələn, orada bir maşın var. Maşının içində şeydir. Saat mexanizmi bərpa ilə olurlar, yoxsa nəsə belə bir. Bu böyük ehtimal nəsə startup kimi bir şeydir. Hansı ki, yerində saat servisi kimi bir şeydir. Yəni, baxsız ona. Mən seçməyəm çox. Çox qəşəng tema deyil. Çox qəşəng mövzudur məncə. Yeriyən servis. Məncə çox seçmə. Məncə çox əla deyil. Burada böyük ehtimal Valorima. Bu daha çox şüşələrə fokuslanan, saat kristallarına fokuslanan bir şirkətdir. Burada dünən biz aldıq, bizi lazım olanda servisdə nələr istifadə edəcək, hansı alətlər və ya polirovka üçün olan şeylər aldım. Bergion, yəqin tanıyırsınız bunu, dünən çəkmişdik. Biz də bu alətlərdən istifadə edirik. Bu markanın polish kremlərindən istifadə edirik. Burada bunlar şeylərdir. Adi stollar deyil, servis stollardır. Ustanın məsəl üçün. Burada ustanın qolunu qoymaq üçün yer var. Əlinin altında bütün alətləri yerləşdirmək üçün. Bu hissəli isə daha çox qablaşdırmaları istehsal edən şirkətlərdir. Məsələn, yeni bir marka yaratsan, bu saat da ola bilər, aksesuar da ola bilər. Sən əlbəttə ki, nə lazımdır? Vitrinləri yığmaq üçün, dəzgahları yığmaq üçün alətlər lazımdır, qablaşdırmalar lazımdır, qutular lazımdır. Bunların hamısında gəlib burada şirkətlərlə danışıb, müqavilə bağlayıb, daha sonra ödənişləri eləyib, köçürmələrlə falan əldə edə bilirsən məhsullarını. Please not photo. Adamlar çinlilər və yazıblar ki, no please photo. Onlara qoymaq lazımdır, nəyisə şəklini çəkmək bizə yox ki. Amma burada gördüyünüz kimi şeylər var. Orada məsəl üçün Wolf var idi. Burada onun biraz daha uyğun qiymətli segmenti, alternativi var. Belə. Kiçik qaydaq saat sərgisinə baxaq orada başqa nələr var. Gözümüzdən qaçan, əgər heç nə yoxdursa, bu olacaq videonun sonu. Əgər yox, gözümüzdən qaçan nələrsə varsa, videonun sonu olacaq o bir sərgidən. Arkamız Casio olsun, yoxsa Citizen olsun? Bu arada biz Casio'nun distribütörüyüz Azərbaycanda. Casio olsun o zaman, işinize yarasın. Fark etmez. O zaman Casio olsun. Citizen de olur Ben aslında. ikisini de seviyorum. Fark etmez. Sen bas geçsin. Şeylere de geleceğim. Sen söyle. Mikro markaların olduğu minik fuarlar var ya. Cenema Watch'la de orada yapacaklar bu Evet. sene herhalde. her Time to Watch da orada olacakmış. Biz her Yani yıl oluyoruz orada. Oluyor mu? Watch Stage'de oluyoruz, Watch and Wonders'da oluyoruz. Geçen yıl orada mıydınız? Yok, Watch and geçen yıl benim Ha. ailevi olsa bazı ben şeyler kesin sizi vardı. bulurdum orada. Hayır, Watch bu and sene Wonders'da. inşallah Allah sağlık versin. Bir aksilik olmazsa bu sene geleceğim İnşallah Watch and Wonders'da da orada görüşürüz. konuşuruz. Az Ne yapalım önce şimdi? de bir şey demək istəyirəm. Heh. Çox adam yazırdı. Şeydir ki, bəs Eş Qoçaq bəy oradadır. Görüşək onunla orada mən müzakirə eləyək. Qarşınızda gəldi axırca bir uzlaşdıq böyle. Uzlaştık. Çok mutlu oldum. Çok sevindim ben de ya. Gerçekten de Azerbaycan'dan izleyen çok arkadaş var. Biliyorum, yazışarak bildiklerimize de anlatıyorum hep. Benim hani şimdi de söylemiş olayım. Benim dedemgillerin babası Bakü'deymiş, yaşıyorum zaten. Azeriyiz yani biz. O yüzden biz sizi Ha, seviyoruz. dedemin babası ata var yani. Bakü'den Kars'a geliyorlar. Dedem Kars'ta doğuyor. Babam da Kars'ta doğuyor. Sonra oradan Çok güzel. İzmir'e geliyor. Ben İzmir'de doğuyorum ama bütün aile, yani baba tarafı, asıl ata tarafı kuşağı Azerbaycan'a gidiyor. Kan çeker derler ya, kanı çekiyor herhalde. O yüzden böyle işte biz Çok de seviniyorum ben de, yani Azerbaycan'dan da izlenilince, Azerbaycan'dan da konuşulunca. çok seviliyorsunuz bir kere. Yani vallahi çok Yani mutlu oluyorum gerçekten Mesela de. biz araştırıyoruz. Biz Türk dilinde araştırmayı daha çok seviyoruz. Hı hı. Çünkü birbaşa anlıyoruz Evet. toparlanınca. O yüzden iş karşımıza çıkanda hep sizin videolarınız olur. Ne Hem mutlu YouTube bana olsun, ya. hem Instagram'da Evet, olsun. evet. Hep izliyoruz. Ve çok şey de öğreniyoruz sizden. Vallahi Ve çok burada mutlu oluyorum. sizinle konuşmak bile beni bayağı bir Ya estağfurullah, çok heyecanlandırıyor çok o yüzden. ne güzel ya, vallahi billahi. Çok mutlu oldum. Zaten kardeş vatan, bir vatan hatta bana kalsa da neyse, ne mutlu bana. Bir gün inşallah, yani geçen ay eşime söyledim.
Bir Bakü'ye gidelim artık. Ben hiç hayatımda görmedim. Benim ayıbım, hatam. Bir oralara gidelim, gezelim. Yani asıl Ne zaman toprağımız. gelseniz başımız gözümüzde yeriniz var. Eksik olmayın. Çok o kadar Sizin de çok benzer şeyleri söyleyen de kişiyle konuşuyoruz arkadaşlarla, sağ olsunlar. Sen de zaten toprağıma, vatanıma gelmiş gibi olacağım. Gelseniz Azerbaycan'a, hatta biz orada böyle bir toplantı yapabiliriz. Olur, çok da güzel olur. Ayarlarız. Yaparız Sizin da. sevenleriniz. Vallahi seve Sizin seve. timsalınızda da saat işiyle hem uğraşan hem de saat koleksiyonerleri. Çünkü Azerbaycan'da Türkiye'deki gibi geniş bir kapsamda değil bu saat sevicileri, ama var, ama onlar bir araya toplanmaz. Bizim de maksatlarımızdan Vesile oluruz. Çok evet, güzel hem olur vesile olur valla. hem de bizim maksatlarımızdan biri de bu. Onun Seve üzerinde seve. çalışıyoruz. Çünkü biz de bir topluluk yaratalım. Çok, İnşallah yani olur, yaratılır ya, niye yaratılmasın? Artık sosyal medya var, internet Evet. var, insanlara ulaşmak kolaylaştı. Doğru anlatınca, samimi olunca daha hızlı yayılıyor işte bilgi. İyi bilgi, Çok doğru teşekkürler. bilgi, faydalı bilgi. Olur sizde de inşallah. Evet. Olacak yani, inanıyorum. Bu yakınlarda demin söylediğim gibi bir şey yaptık. Bize bir prodüksiyon yaptık. Podcast seçtik ve podcastımızın konusu İsveçli saatler ve Japon saatleriydi. Sizin de bu nasıl söylesem, buna bir katkınız nasıl söyleyebilirsiniz? İsveç saatler mi yoksa Japon Ya saatler mi? vallahi ben ayırmıyorum. aksıyorlar. Ben saatleri seviyorum ama ben saat markası olsun da bir de tarihi olsun, geçmişi olsun birazcık. Yok, Bence ben de şeyim o. öyle. Yani- ben şey değilim yani böyle. Japonları kimisi mesela saymaz. Bazı ukalalar, ben onlardan değilim. Hani bu kimi ukalalar, şimdi size podcast'ta kim ne rol yaptı bilmiyorum ama ben kendi adıma söyleyeyim. Ben hani sadece saat İsviçreliler yapar falan, öyle bir şey yok. Yani Japonlar, hatta az önce şurada Miyota var. Miyota'nın fabrikanın başındaki beyefendiyle tanıştık, dost ahbap olduk. Ben de Çok çok güzel. iyi biliyorum. Japon mekanizmaları özellikle dakiklik, hassaslık konusunda İsviçrelilerden geri değil, hatta ileride giriş segment Japonlar, Tabii giriş ki. segment İsviçrelilere göre. Fakat komplikasyondur, işte üzerindeki modüldür, onları geliştirmedir. Oralarda İsviçre'nin geçmişten gelen Tabii ki. bir Öyle tecrübesi olması var lazım hala. abi. Oralarda horolojide, auto horoloji dediğimiz üst horolojide, yüksek horolojide hala İsviçre'nin belirli başlı ustalarının, okullarının, eğitimlerinin önde olmasını sağladığı kısımlar var. Ama yani Japon saatleri daha kötüdür demek değil bu. Japon mekanizmaları kötüdür demek de değil. Ben de şey söylemiyordum. Ben Öyle yani- podcastımızda ben İsviçre saatlerini kötülemiyordum. Çünkü Yani ben tabii de İsviçre'de şey. saatlerine Ayrım yapmaya gerek yok. Bu Ayrım. zaten çok fazla da seçenek yok. Daha İşte çok iyiler öyle- iyiler. Ha. Bir de Alman var. Onun yanına bir de Almanla eklersiniz. Bir dahakinde Alman saatleri de İlaç iyi. konumuzda, çünkü orada bize yorumlar da gelmişti. Neden yalnızca şey yapıyorsunuz? İsviçre saatleri, Evet. Japon saatleri konu alıyoruz. Başka ülkelerin de saat markalarında konuşuyoruz. Var var. Ama Bize o makine, yüzden- mekanizma tarafı tabii çok fazla olmayınca Almanlar bile hala çok birebir Almanya mekanizma çok yok. Onlar bile İsviçre mekanizmanın biraz modifiyesi falan. Yani mekanizma deyince İsviçre ile Çünkü biz kendimiz Japonya. de şirket olarak da hem Japon markalar satıyoruz. Mesela Japon markalarından bizde Casio, Orient distribütörüyüz. İsviçre Ha, markalarında Orient. Evet, Orient'in resim en sevdiğimiz markalardan biliyorsun. Seve seve de Yani evet. böyle son videolarınızda da bayağı En sevdiğimiz markalardan. Ben de sevdiğim ve böyle göstereyim. Oo, En sevdiğim yani. Orient Star. Orient Star'la devam. Orient Tabii ya, yolda Orient. devam ediyorum. Ama mesela Frederic Constant da satıyoruz. Onu da çok beğeniyoruz. Frederic Constant diğer İsveçli markalar kadar kökenli olmayabilir Öyle. ama çok Başarılı yeni işçiliği. çok başarılı ve Frederic Constant kurucusu ilk kez yapan adam. Frederic Constant şirket olarak değil de, ama Frederic Constant kurucusu olan adam şahsen yaptı. Open Heart'ı yaptı. Böyle bir mesele var. Open Ben Heart'ı vallahi bilmiyorum. Bak Ha. işte bir şeyler öğreniyorum. Zaten benim hiç öyle bir iddiam yok, her şeyi biliyorum diye. Bu işte kimse her şeyi bilemez ya. evet o. Şu an bak bunu Çok senden derin öğreniyorum. bir- Sen onu merak etmişsin, araştırmışsın, öğrenmişsin. Araştırdık, bize İsviçre'de Frederic Constant olduğumuzu da söylediler bunu, ama patentleştirmemiş. Ha. O yüzden ortada bir Yapılamıyor, bir Ha, belge yok, anladım. belge Ama yok olsun. ama adam yaptı. Çünkü Ama güzel saatleri, Fredrik Evet, Constance'ın çok güzel. saatleri de güzel saatler. ama böyle bir mesele var. Frederic Constant İsviçre güzel ama Citizen Group aldı onu. Aldı. Citizen Group'un içindeki markalardan. Sizden grup Anıl Denson da aldı. Hayat horoloji yani daha büyük, daha böyle horolojinin dibine girmiş markalardan da. Bu ticaret ayrı, şey ayrı, bir saat severleri bunlar pek ilgilendirmemeli aslında. Ha, Saat güzel mi, makinesi iyi mi, hikayesi var mı? çok, evet. Bunlara bakınca da bence zaten hep çok güzel saatler söylüyorsun vallahi şimdiye Evet. kadar. Yani hem Orient hem Casio en sevdiğimiz saat markaları neredeyse. Fredrik Constant da çok iyi marka. Evet. İnşallah sizin firmanın da önü açık, yani daha da başarılı Çok olur. teşekkürler. Bir de son bir soru da alayım. Vaktinizi de çok almayayım. Edis mekanika hakkında. Kim? Edis bıraktı ya Casio'da. Ha evet. Otomatik saat. Otomatik. Ya Saati şimdi nasıl? onunla alakalı ben kendi kanalımda bir video çektim zaten. Ben o saati bu yaz Japonya'ya tatile gittim Baktım. yani. Ailemle, karımla, çocuklarımla. Evet. Baktım orada
Galiba Orada hatta aldım. istediğiniz başka bir Başka bir şeylere baktım Ha. falan ama asıl o seyahatim sırasında denk geldi, aldım saati. İlk alanlardan biriyim yani. O sırada Çok daha güzel. yeni çıkmıştı. Bir de hem Casio'yu seviyorum hem mekanik saatleri seviyorum. İkisi birleşmiş ilk mekanik Casio saat. Bugün belki bir şey yok ama 40-50 sene sonra belki de çok anlamlı bir saat olacak. Belki bir daha hiç üretmeyecek Casio. Bir kere yaptığı Olabilir. bir saat olacak. Ben de var onu diyebileceğim. Ya Biz da belki mesela- de çok üretecek. Biz mesela bir şey söyleyeyim. Biz onu sipariş ettiğimiz zaman onu biraz korka korka sipariş ettik. Çünkü Casio seven bayağı bir Azerbaycan'da, Türkiye'de de öyle. Bayağı bir geniş bir Hı hı, kitle tabii var. aynen. Biz biraz arada kaldıkça bu otomatik saat bunu sevecekler mi? Vallahi çok da güzel şey yaptılar. Sold out. Yani. Ha, sold out. Bulamıyorsun ya. Bulamıyoruz. Ama yani çünkü güzel bir şeyden kızlar. Niye içine Seiko makine koymuş? Evet. Bir Tamam bir da yani demin bak konuşuyoruz İsviçre, Japonya. Ya makine üretmek o kadar kolay bir şey Evet. değil. Sıfırdan yeni bir makine tarih geçirmek. lazım. Zaman Hem lazım. zaman bayağı. lazım hem mühendislik hem Onun de kalibresi var. ya onun testleri var. Sonradan geri dönüşleri var. Riskli. Yani Casio hemen ürettim, bitti, koydum, çıktı piyasaya. Mesela Oris bir makine geliştirdi işte 5 gün güç rezervli şudur budur. Oris yılların mekanikçisi kendi makinesi geliştirdi. Ama ilk versiyonunda sıkıntılar yaşadı. Geri dönüşler oldu, iadeler oldu, tamirler oldu. Şimdi geliştirme yani Casio şimdi tutup tutmayacağı belli değil. Yapıp yapmayacağı belli değil. Niye böyle bir macerayız? Ayrıca kaldı ki Casio dijital analog saatlerinde de zaten Miyata makine kullanıyor. Casio'nun yani zaten mekanizma üretmek gibi bir iddiası hiçbir İddiası zaman yok. olmadı. Casio dayanıklı, güzel, Belki ölümsüz saatler gösteriyor. Seiko Evet. kullandığı. Ya orada da en Yapıdan sağlam, ha. bakmış en sağlam makine bu. Japon, Seiko. Japan made saatimi üretirim. Çok güzel bilezik yapmış o saatte. güzel. Safir cam koymuş. Fiyatı çok rekabetçi, başarılı buldum. Yani bence mesela Citizen tutuyorsa bir fırtınası kopuyor Türkiye'de. Ona olabilecek en mantıklı rakip Casio'nun otomatiği. Citizen abi mesela bir şey de söyleyeyim. Citizen meselesinin Azerbaycan'da lazımı şeyi görmüyor. Değeri görmüyor. Ariyet mesela Azerbaycan'da bomba gibi yani. Mekanik Evet. saatler içinde Ama Çünkü- öyle olmalı zaten ya. öyle Orient. olmalı zaten ama Bizde de biraz ters. Bizim burada da Evet, Citizen o şimdi sizde- yukarı çıktı. sizde- Orient biraz işte fiyat politikalarından da oluyor işin aslına bakarsan. Yani Orient bizim Çünkü- Türkiye'den de çok yazıyorlar. Şu Ariyet gönderimi var. Sadece şey Oradan yapamıyoruz. bilmiyorum. almak istiyorlardı Almak yani. istiyorlar. Yalnız şey Daha söylüyorum. Varsa şartlarla. burada bir arkadaşınız falan. Değil mi? O Evet. gerisini alsın Evet. falan filan böyle. Yani onun da yapacak bir şey yok ama hepsi bunların zaten 3-5 tane markayı konuşuyoruz hep dolaşıp. Evet. O da yeter. Daha fazlasına da ihtiyaç yok. Yani moda markalarından uzak duralım da Evet. saat markaları Ben olsun. demin saatçiler YouTube'da olsun. videosunu çekince orada şey falan vardı. Maserati falan vardı. Böyle Evet, yalnız değil mi? dedim bakın burada Maserati var bunu almıyoruz. Evet. Yani gerek yok. Maserati zaten yeterince zengin ya. Daha da zengin Daha da yapmaya gerek zengin yok. yapmaya Yani. gerek yok. Evet. Vallahi çok teşekkür ediyorum. Çok Konuk teşekkür ettiniz. ederim. Şu sohbet muhabbet de çok keyif verdi bana. Ben de Tekrar Azerbaycan'dan izleyen herkese de buradan çok selamlarımı yolluyorum. siz iyi ki isteriz, varsınız. siz artık Vallahi iyi ki kaçaklar. varsınız. Eksik olmayın. Çok Çok sağ olun. teşekkürler. Çok teşekkürler Tekrar bir daha. hoşçakalın. hoşça kalın. Bye.